Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, Azərbaycan Respublikasının vətəndaşları, gördüyünüz bu iki şəxs, biri Daimoğludur, yəni Murad Daimoğludur, Bəybala da mənim doğma əmimdir. Deməli, 1-ci Qarabağ savaşında 4 il Murad müharibədə olubdur, 5 il Bəybala əmi müharibədə olubdur. Türkmenistandan birbaşa göndəriblər Qarabağ bölgəsinə, yəni 6 il Azərbaycan Respublikasının ərazi bütövlüyünə, coğrafiyasına xidmət edib. Və gördüyünüz bu iki şəxsləri hər zaman xatırlayın, yada salın. Azərbaycan Respublikasının dəyərli oğulları var, igidləri var, qəhrəmanları var, cəsuzları vardır. Nə sözü varsa deyin. Sağ olun, minnətdarım. Sözümüzü o vaxtı demişik. İndi qalanı görənlərin, bilənlərin. Mənim də fikrim, məqsədim ondan ibarətdir ki, əziz Azərbaycan xalqı, dəyərli soydaşlarımız, gələcək gənc nəsli, qürurlu övlad, bax belə Azərbaycan Respublikasının vətəndaşları kimi, belə dəyərli insanlarımız kimi, qardaşlar kimi böyüdü. Dövlətin böyüməsi və dövlətin qüruru onun vətəndaşları, düzgün vətəndaşların yetişməsindədir, düzgün təhsil almasındadır. Dövləti dövlət edən dövlətin prinsipi və onun xalqının ideologiyasıdır, yəni ideologiyasıdır, coğrafiyasıdır, onun birliyidir, millətçiliyidir, onun genidir. Onunla da bağlı Azərbaycan Respublikasının müstəqilliyi uğrunda, dövlətçiliyi uğrunda böyüməsində, bütöv Azərbaycan uğrunda canına keçən hər bir Azərbaycanın qəhrəmanlarına, igidlərinə, analarına, qardaşlarına, bacılarına, atalarına böyün, dərin təşəkkür edirik, minnətdarıq. Çox sağ olun, varsınız. Sizin sayənizdə Azərbaycan Respublikasının dövlətinin üç rəngli bayrağı hər zaman dalğalanır. Daimi də Turan ellərində bayrağımız dalğalansın. Sağ olun, minnətdaram.